Bismillahirrahmanirrahim. Əhl-i sünnəti digər bidət zəlalət firqələrindən fərqləndirən ən əzəmətli üsuldan biri də budur ki, nasların hamısını bir mövzu barəsində gələn bütün nasları cəm edərək hökm vermək. Məsələn, tutaq ki, zəlalət əhli la ilahə illallah haqqında gələn bir hədisi əsas alar və şərtləri yerinə gəlmədən bu kəlməni tələffüz edən hər kəsə müsəlman ismi verərlər. Məsələn, Allah Rəsulü sallallahu aleyhi və səlləm buyurur ki, mən qalə la ilahə illallah dəxiləl cənnə. Kim la ilahə illallah desə cənnətə daxil olar. Onlar bu hədisi ələ alaraq deyirlər ki, bir kəs la ilahə illallah deyirsə, tələffüz etdisə artıq müsəlmandır. Onun mənasını bilsə də, onun tələblərini, şərtlərini, maniyələrini bilsə də, bilməsə də fərqi yoxdur. Yəni, heç bir şərt qoşmadan, heç bir tələb qoşmadan quru-quru bu kəlməni tələffüz edən kəslərə deyirlər ki, bu kəs artıq müsəlmandır. Biz onlara etiraz edərkən nə deyirik? Deyirik ki, bu kəlmənin bir insana fayda verməsi üçün, bu kəlmənin qiyamət günü bir kəsi xilas edə bilməsi üçün bu barədə gələn bütün nasları cəm etmək lazımdır. Əhl-i sünnət bu haqda hökm vermək üçün bu barədə gələn bütün dəlilləri, hədisləri cəm edərlər və la ilahə illallah kəlməsinin bir nəfəri müsəlman etməsi üçün, qiyamət günü onu xilas etməsi üçün şərtlər qoşarlar. Məsələn, Allah Rəsulü sallallahu aleyhi və səlləm buyurur ki, mən qalə la ilahə illallah və kəfərə bimə yu'bədu min dunillah. Kim la ilahə illallah deyər və Allahdan başqa ibadət olunanları da tərk edərsə, küfr edərsə, hərmə məluhu və dəmuhu. Malı və qanı haram olar. Və burada bir şərt qoşdu. La ilahə illallah demək və Allahdan qeyri ibadət olunanları da küfr etmək. Bu birinci şərt, inkar. Və yaxud Allah Rəsulü sallallahu aleyhi və səlləm digər bir hədisdə, Osman radiyallahu anhudan gələn hədisdə buyurur ki, mən mətə və huvə ya'ləmu la ilahə illallah. Kim la ilahə illallahı bilərək ölərsə, cənnətə daxil olar. Elm şərti. Alimlər bundan ikinci bir şərt gətirdilər, elm. Və yaxud Allah Rəsulü sallallahu aleyhi və səlləm bir hədisdə buyurdu ki, mən qalə la ilahə illallah sidqan bi qalbihi. Qəlbində sidq ilə la ilahə illallah deyərsə. Bundan bir şərt gətirdilər, sidq. Və bu la ilahə illallahın şərtləri, hansı ki, alimlər bunu tərtib ediblər. Elm, yəqin, sidq, məhəbbət və s. Bunlar hamısı bütün hədislərin, bütün dəlillərin cəm olaraq cəm edib əhl-i sünnətin ortaya çıxartdığı bir qaydadır. Yəni, bu əhl-i sünnətin ən məşhur qaydalarındandır ki, bütün məsələlərdə bir mövzu haqqında gələn bütün nasları cəm edib bir ortaq hökm çıxartmaq. Və eyni burada da Şeyx Salih Əl-Münəccid eyni üslubdan istifadə etdi. Əhl-i sünnətin üzərində icma etdiyi üsuldan ki, bir məsələ haqqında gələn bütün nasları cəm etmək və orada nəyin qəsd olunduğunu açıqlamaq. Yəni, biz bidət əhli kimi məsələlərə yanaşsaq, onda digər hədislərə də, digər məsələləri də eyni qəbul edəcəyik. Deyəcək ki, hədis var, mən qalə la ilahə illallah dəxiləl cənnət. Kim la ilahə illallah desə cənnətə daxil olar. Biz la ilahə illallah deyən hər kəsin onu istər pozsun, istər o kəlmənin şərtlərinə əməl etsin, istər əməl etməsin, o kəlməni deyən hər kəsin cənnətə daxil olacağına ümid etməliyik. Halbuki, nədir? Bu əhl-i sünnətin üsulu deyildir.